Göygöl Olimpiya İdman Kompleksi cəmi 9 aydır ki, fəaliyyətə başlasa da, onun təhsil məktəblərinin idmana cəlb olunması məqsədi ilə fəaliyyət göstərən təlim bölmələrinin yazılan uşaqların sayı gün-bə-gün artır. Məsələn, cəmi bir neçə ay ərzində yüzgüçülük üzrə artıq ikisi oğlanlar, biri qızlar üçün olmaqla 3 qrup yaradılır. Bu qruplarda ümumən 70 nəfər məktəbdə var. Uşaqların idmana həvəslərinin artmasında tarixdə ilk Avropa oyunlarının ölkəmizdə keçirilməsi faktının böyük rol olduğunu burada da müşahidə etmək olar. Bir ayda üzgüçülüklə məşğulam. Azərbaycanda Avropa oyunları keçirilir, idmançılarımız qatılır. Mən də istəyirəm ki, idmançı olum, həmin Avropa oyunlarda Azərbaycan bayrağını yüksəldim. Üzgüçülük insan bədəni üçün çox xeyirlidir. Mən istəyirəm ki, gələcəkdə uğurlarım olsun, yaxşı nailiyyətlərim olsun. Bakı 2015 Avropa oyunlarına da uğurlar, bütün idmançılar uğurlar. 2015 Avropa oyunlarında bütün idmançılarımıza uğur arzulayırım. Və mən bütün valideynlərdə üzgüçülük uşaqlarına qoymaqlarını tavsiyə edirəm. Gənc üzgüçülərin məşqçisi də Avropa oyunlarının uşaqlarının idmanı üst tutmalarına müsbət stimul verdiyini deyir. İndi 3-4 dəfə nisbətən uşaqların gəlişi artıqdır. Onların da həvəsləndirməsi yanından oldular. Həm Bakıda bizdə indi Avropa oyunları keçirilir. Baxırlar ki, məşqçi idmançılarımız çıxırlar, tanınırlar, nailiyyətlər əldə edirlər. Həm ölkəmizi tanıdırlar, həm özləri də mükafat qazanırlar. Qeyd edək ki, Göygöl Olimpiya Kompleksində uşaqlar üçün həmçinin futbol, basketbol, taekwondo, boks, karate, yüngül atletika, judo kimi bölmələr də mövcuddur. Yeni başlayanda, təzə açılış olanda 6 idman bölməsi fəaliyyət göstərirdi. Birinci Avropa oyunlarının mütəşəkkiliyindən, onun möhtəbərliyindən bizim idmançıları, valideynləri daha da ruhlandırdı. İndi artıq Olimpiya kompleksində 9 idman növündən 12 bölmə fəaliyyət göstərir. Hər gün müraciət edən idmançıların, valideynlərin sayı günü-gündən artır. Qeyd edək ki, hazırda Göygöl Olimpiya İdman Kompleksində 250 nəfər məktəbli idmanın müxtəlif növləri üzrə məşğələlər verir. Vüqar Əliyev, Zakir Muradov, Nazim Quliyev, Space